Bugünkü müsahibimiz TikTok platformasında bir gecəyə məşhurlaşan və bir gecəyə milyonlarla baxış yığan 68 yaşlı Zakir Musayevdir. Həyatında baş verən faciələrə baxmayaraq sarsılmayan, əyilməyən qonağımız hobbi kimi, həvəs kimi başladığı bu işi artıq bir peşəyə çevirəcəyini söyləyir. Neçə yaşınız var Zakir müəllim? 68 yaşım var. 68 yaş. Bəli. Özünüz Şirvanda yaşayırsınız. Bəli, Əlvarım şəhər, Köhnə Əlvarım, indiki Şirvan. İndiki Şirvan. Ha. Bu sosial şəbəkə üzərindən birdən-birə bir partlayış elədiniz. Hamı 68 yaşlı Zakir dayını gördü efirdə mahnı oxuyur avtomobilində. Ən belə partlayışda Ağgöyərçinin mahnısı oldu. Ha. Necə oldu? O fikir hardan yarandı? O ilə mən maşınımda elə mahnılarım da minusovkaları. Yəni qoyuram, oxuyuram özüm sen. Hə, minuslardı. Bəli, minusları. Hı. Bir dəfə də elə belə oxuya gedim. Birinci bəndi qurtarmışdı. İkinci bəndin oxumağa stuplenci salınırdı. Girişi salınırdı ki, yəni oxuyayım ikincisində. Söndürmək için uşaqlar dedi, söndürmə, daha ki oxu. Mən də bilmədim, mən yaxşı oxuyum, nə ikinci ki. İkinci bəndi də oxudum. O oxumaqla attılar məndən, dedilər bu şey, Asaduqsuya. TikTok'a. TikTok'a. Aha. Dedim, Hasan Allah, TikTok'u atmıyorum. Mən biraz oradan qorxuram da, yəni adamlar var da ağızlarına... Tənqid eləyərlər, nəsə pis fikirlər yazarlar. Dedim, narahat olma. Attı da həm bir gün içində milyon yığdı. Aha. Bir gün milyon baxış oldu. Ondan sonra kimlər görə Zakir patladı. Dedim, bana patlamışım. Bir də mahnı, yarımçıq mahnı oxumışam. Nəyə patlamışam mən? İndi Şirvanda tanıyırlar. Şimdi Bakı şəhərindəsinik, gəzirik biz. Mən görürəm ki, neçəsi avtomobillər filan hamısını Zakir kişi salamlaşırlar. Oradan bura gəlin deyirdi, neçə nəfər ilə şəkildə çəkdirdi, selfie çəkdirdi. Bir o kişidir, deyir, baxırlar, deyirəm, mən elə düz tapmışam. Həmin kişidir. Bu, ümumiyyətlə, işiniz, peşəniz nədən ibarət? Bir çoxları deyir ki, Zakir dayı taksi sürücüsüdür. Yox, yəni elə bilirdilər. Ümumiyyətlə, mən taksi sürücüsü olmamışam. Aha. Güləşçi olmuşam əvvəl. Güləşçi? Bəli, əskər gedib gələndən sonra. Aha. Əskərliyə qədər, məsələn, o güləşlə girmişəm. Yəni, Moskvada güləşmişəm, ondan sonra Respublikan hər yerində, yinətən demək olar, güləşmişəm. Nəticələrimiz olub? Olub. Hə, yaxşı, çempion da olmuşam. Çempion olmuşam ki, mən Moskvaya götürürlər. Respublika üzrə oldu bu. Belə də ki... Nə oldu? İdmanı niyə buraxdınız? İdman əskər getdim, gəldim. Əskər gedib gələndən sonra meylim artdı şeyə, sürücülüyə. Sonra sürücü işlədim. Müdür mavini gəzdirirdim. Bir də o vaxtı Polsk maşınına var, Zhuk. İdarədə də? İdarə maşını, bəli. Onunla avariya düşdü. Hə, qəzaya vurdu. Öz atam maşında rəhmətə getdi. Öz avtomobilinizdə? Avtomobildə. Ondan sonra belə də indi, yəni, özümə 3 ildə iş verdilər. Ondan sonra getdim, çəkdim, gəldim. Ondan sonra elə demək olar ki, mən orada öyrəndim klarneti. Başladım orada klarneti ifa eləməyə. Elə öyrəndim, ondan sonra orada məsələn çıxdım, gəldim evə. Sonra uşaqlar... Ailəliydiniz o vaxtı, yoxsa yox? Yox, subaydınız. Uşaqlar da mənə dedi ki, lakin yine toy var, işinmişəm klarnetdə çalışdım. Gidək də o yola verək gələ. Dedim, valla, mən etiraz eləmirəm, nə gedməyinə gedək. Dadı mən sən deyəndə o dərəcədə döyürəm axı. Deyil, yox deyil. Yola vermək lazım. Yola vermək lazım. Dədən nağara nəticə, o gün getdim. Getdim elə o gedən, o deyil o Bozbaşki dəyli muskantın ağzına, ondan sonra yol açıldı. Ondan sonra getdim elə tutdu. 35 il getdim. 35 il, ha, toylara getmək. Klarnet ifaçısı olaraq. Hə. Aha. Ondan sonra bu əlim şeydi, ondan sonra balada xəstəliklə əlaqədar olar. İnsult deyəsən keçirmişsiniz. İnsult keçirdim, hə. Balada mini infarkt keçirdim. Ondan sonra attım sənəti 2020-ci ildə. 2024-cü ili 4 il heç nədə, yəni bir bura, həmin o düvərsin mansından xoşum gəldi deyələ, ona da qulaq asırdım. Ona qulaq asa da elə oxudum. Məsələn, xalq bəyəndi, sağ olsunlar. Neçə övladınız var? 3 evladım var. 3 övladsız. Övladlar belə qohumlar, övlad, həyat yoldaşınız qınamadı ki, ağsaqqal kişi sən nə bu oxumusan, niyə TikTok'a qoyublar bunu, əyibdir qonşularına, biraz da baxmadı, indi bölgədir də, biraz paytaxt ola, yenə də normal qarşılanar. Biraz o bölgədə qonşuların qınağı, dostların qınağı falan olmadı? Yox, mən onları görmədim. Elə hamı
deyirdi, əhsən, əla, bilənsə bəyənildi ki, yəni arxasından başladım fəaliyyətimin davam eləməyə. Yox, əgər görsəydim ki, o nəsə deyir, bu nəsə deyir, dayanacaq. İndi var ya, sosial şəbəkədə yazırlar, o 1 milyon baxışa 100 nəfərə qəbul edirlər. Bu nətər yazırlar, yazsınlar, eyb yoxdur, mən qəbulumdur. Və mən o 100 nəfərə satmalıyam, milyonları, o qətiyyən yox. Öyrəm ki, də gördüm ki, yəni alnı, sevirləm, yəni oxuduqda da yəni istəyirlər ki, yəni mahnımın ardı gəlsin, mən yenə oxuyacam. Düşdüm elə dərdə qəmə, dərdimi aldın qələmə, qırdı ümidlərimi, həyat məqsədi yıxmaqdır deməm, mən qəribim, mən qəribim, mən qəribim, ay mən qəribim. Canım bu dünyadan bezər, fələkdə bir yandan əzər, bir qıza vermişdim ürək, ağlıma gəlməzdi üzər, mən qəribim, mən qəribim, mən qəribim, ay mən qəribim. Mahnı yazdırmaq, toylara artıq müğənni kimi getmək fikriniz yoxdur, ya dəvət edirlər toylara müğənni kimi? Eləyirlər deyəndə belə, elə də eləmirlər, yəni. Hə. Kimin ürəyi istəyir, məsələn, deyir ki, daha ki, gəl... Dost tanış orada yaxın, bir-iki mahnı gəlib elə. Hə, gəl, onda gedərəm, eləyərəm. Qazanc var belə indi, artıb qazanc. Yox, popularlıqdan sonra qazanc. Yox, mən deyəm ki, sən bir mat mən ondan xeyir görmüşəm, yox, indiyədən. Və özünüzə sonra TikTok səhifəsi açdınız, öz səhifənizi. Amma sizin adınızda müxtəlif səhifələr var ki, paylaşırdılar, eləyirdilər. Sizin adınızdan TikTok səhifələri açanlar da var idi əvvəllər. Var, indi də var. Məsələn, görürsən ki, mahnını götürüb, qoyub öz səhifəsində buraxır. Məsələn, mən də baxıram, oxuyuram, mən özümə ləzzət edir axı. Mən özüm, kimsə qoyum məni. Ödə bir neçə dəfəyə, yəni baxır, nə o gəlir. Mənə çoxu deyir ki, bəsdir də, məsələn, yazanlardan. Sən sifatıva baxmadan da yorulmuşsun. Çıx yinəndə bu TikTokdan başqasına baxaq da bizdən. Mən nətər edim, yəni kəşfiyyata düşürəm, ona görə kəşfiyyatda olanda baxırlar, baxsınlar, lap yaxşı. Mən öz dostum var bir dənə, uşaqlardan yaxşı olmasın, yaxşı qardaşdır. O elə lazım olanda, bu deyirəm, o da gəlir, çəkir. Nə qədər oxumuşam, haradasa bir 30 neçə dəyə var da, mahnım var. Mən hələ onlardan bir maddə qazanmamışam mən. Durum deyim ya, heç mən, yəni zapsim də yoxdur. Gedim harasa zaps elətdirim, onlar da yox. Elə yəni, minisovkamı qoyuram, elə maşında özüm üçün oxuyuram. Belə canlı açanda, canlı açıb eləyirsiniz TikTokda yoxsa? Yox. Onu da açmışsınız, amma açsaz daha yaxşı olur. Deyirlər, intihası canlı mənliyi öyle. Ora o qədər, yəni yaxşılar da var, mən demirəm, o qədər yaxşısın, pislər gəlir, adam qanı qaralda, oradan ağara bilər. Elə belə yazmaqda yazırlar. Yekə kişi səni tanır, mənə daşdan baxır, nağar deyir. Vaxt gələndə gedib baxacam da, nəyə görə niyə narahat olursan ki? Popularlıq Zakir kişiyə nə verdi? Bu tanınmaq. Qazanc deyirsiz vermədi. Bəs nə verdi? Ancaq dost, tanış, nə bilim, hörmət yoxsa? Yox, dost, tanış. Məsələn, belə yolla gedirəm, elə hamma, indi 2 nəfər də yanıb baxırdı ki, şəkil də dedim, çəklər getdi. Onlar da məsələn, mən sevənlər çoxalır. Ona görə mən özümü xoşbəxt istəyirəm. İnsan izləmə eləyirəm. Nə var ki burada? Bu bir çox TikTok fenomenlərini açılışa filan dəvət edirlər. Gəl bir dənə nəsə açılış elə, bir dükanı, restoranı reklam belə, elə təkliflər gəlmir. Yox. Yox, ola bilsin bu yaşla əlaqədar. İndi mən... Yəni məşhurluğun indi yaşa adiyyəti yoxdur, elə əlaqəsi yoxdur. Yoxdur, mən niyə görə bizimkilər birər dəvət eləmirlər. Buradan səslənə elə, bu istəyənlər dəvət eləsə, elə insanları dəvət edirlər ki, TikTokda özlərinə bir çox fenomen məşhuram deyənləri dəvət edirlər ki, baxırsan ki, heç onlar dəvət olunası insan deyirlər, amma baxmayaraq ki, ola bilər izləyicisi çox olsun. Mən yəni o 1 milyon mən o güvərçinə yığılanda, mən o ATB dəvət elədi verilişinə, əməlli başlı çağırdı, gəldim də, görüşdük də, elədik də. Nə tər lazımdır, mən dəvət elədi, getdim, oxudum da, onda Orxan oğlu İşbatanlı da orada idi. Ondan sonra bir dənə də oxuyan oğlan vardı da, o bilmədim, o da oradaydı. Yəni getdik ləzzətli oxudum da, ondan sonra və kömək də elədilər. Məsələn, o Orxanla bir yerdə oxuduq, ləzzət elədi mənə. Sizə pozitiv insansınız. Yəni bu yaşda
belə deyək, çəkinmədən, yorulmadan, bezmədən hər dəfə yeni videolar paylaşırsınız, ifalar paylaşırsınız. Yəni bunlara davam edin. Onu deyim, yeni hansı mahnı var? Hansının üzərində belə sir deyilsə işləyirsiniz ki, yaxınlarda onu da düşünürsünüz ki, partlayacaq belə deyək. Bu istəyirəm bu vətənpərvər bir mahnıdan. Canımızla bağlı bu torpağa bu ilə gəlin verə gəl, sıralanaq ki, gəlin verə gəl, gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dağılmasın, bölünməsin bu torpaq, yaşa, yaşa. Yaşa mənim xalqım, yaşa, yaşa, yaşa Azərbaycan yaşa. Amma bunlardan yəni oxuyacağam inşallah. Zeynəb xanım xallar repertuarındandır. Bu populyarlıqdan sonra tanınmışlardan kimsə sizə çıxmadı? Müğənni olsun, populyar insanlardan olsun, sizinlə görüşmək istəsin, sizinlə birgə bir layihə eləmək istəsin. Müraciət olmadı? Elə yox. Yox. Kimsə deyək ki, gəl. Orada yazırlar ki, gəl mənə duet oxu. Mən orada, yəni TikTokda mən videolar axı, yəni nə bilim kimdir, nəçidir, mən elə hər adamla gedib oxumayacam ki. Gözəllik arasında, gözlərinin qarasında, bulutların arasında, güzəlin bir an göyərdi. Qazan atmasaydı daş, gözlərində olardı mı yaş, bu sevdaya yavaş yavaş, ögürənirdi bir an göyər. Bu Ağgöyərçinin mahnısını oxumaq, o hardan belə ağlınıza gəldi? Bizdə bir qardaş var idi, elə o da qarman çalan. Adı Tofi idi, elə bir də şeydir, Zakir bir də mahnı var. Ona müraciət elə gör nətərdir. Dedim hansı deyil, telefonu şeylə baxdım. Gördüm, dedim hər normaldır. Mütləq dedim oxuyacam. Elə bir 10 günə onu hazırladım. Təmizəm. Yerin çıxdı. Dilənçi də bəyənildi. Onu bir əzimizmə elə bilərik. Vurğunuyam dağ dərəni, gördüyüm hər mənzərəni, qarşısında pəncərəmin, dənlənirdi bir ağ göyərsin. Uçdu haraq göyərsinim, bəxti qaraq göyərsinim. Ay canım uçdu getdi, qayıtmadı, qayıtmadı ağ göyərsinim. Ay canım könlüm onu unutmadı, oy könlümü ovutmadı. Ay canım uçdu getdi, qayıtmadım. Qayıtmadı ağ göyərçinim, ay canım, ay qayıtmadı ağ göyərçinim. Yəni bu ağ göyərçin mahnısını cürbəcür stildə oxuya bilirəm də. Var məsələn qəmlisi, məsələn var da göyərçindir. Mən bu elə bilirəm ki, mən qaynım içkin düşmüşdü. 32 ildən sonra tapıldı. İnanırsan ki, həmin bu ağ göyərçini oxumağımla onun tapılmağı 15 gün arası çəkdi. Mən bu mahnını oxudum, elə bir o göyərçin, o da göyərçindi, gelmişdi. Yəni İçkin düşmüşdü. İçkin düşmüşdü 31 ildən sonra. Birinci Qarabağ Savaşında. Bəli, Birinci Qarabağ Savaşında. Ondan sonra bizdən gəldi ki, sizin belə içkininiz tapılıb. Nəşin gətirdilər. Şirvana, orada da Şəhidlər Xiyabanında dəfn elədik. Allah rəhmət Elə eylesin. bilən ki, məsələn, o mahnını onun üçün oxumuşdum mən elə bir. Zəhmətinizin bəhrəsi kimi qiymətləndirirsiniz? Yoxsa bu bir şansıdır ki, elə belə çəkdiniz, necə deyilsə, TikToka qoydular və məndə birdən-birə bu populyarlıq bir gecəyə yarandı. Özünüz necə dəyərləndirirsiniz? Sizcə şansınız gətirib, yoxsa zəhmət idi bu, zəhmətinizin bəhrəsidir, yoxsa bu populyarlıq çoxdan olmalıydı, olmadı, bu yaşa gəlib təsadüf elədi, qismət bugünə imiş, bu yaşa imiş? Ola bilsin ki, bu yönləndirən olmayıb da bu musiqi aləmdə. Mən elə o klarnetdə ifa elədiyimi demək, oxumaqla elə yola versəydim, mən yəni böyük nailiyyətlərim ola bilərdi, oxumaq. İfaçıl, bəli, müğənnilik. Bəli, elənçi. Yəni mən klarnet çalan kimi deyirəm, mən
səmimi adamım. Yəni mən klarneti durum deyim ki, hə, yəni belə çalırım. Yox. Özümə qiymət verməyə bacarıram. 3.5 klarneti yola verirdim, gedirdi. 3.5-də, yəni 4-də 4, 5-də 4, yəni 3.5. 3-dən də artıqdır. 3-dən də artıqdır. Hə, mən elə ki, yola verdim. İndi var 2 yarım var. Yəni elə yola da verə bilmirlər. Yəni mən onlardan yaxşıydım da. Da gördüm ki, bu var. Və xəstəliyimi də belənçi dedim, ay qoy elə bununla gedim. Öpərəm əllərindən, öpərəm gözlərindən, ay ana, qurban olam mən sana. Öpərəm əllərindən, öpərəm gözlərindən, ay ana, qurban olam mən sana. Ay ana, qurban olam mən sana. Bunu necə belə inkişaf etdirməyi düşünürsünüz? Yoxsa elə bir hobbidir da, məsələn, 5 gündən bir, 3 gündən bir, bir həftə bir dənə mahnı yazım, TikToka qoyum, elə belə. Elə baxırsınız, yoxsa belə konkret indi bir iş olaraq bunu düşünürsünüz ki, bax mən bunu yüksəldəcəm, qarşıda bunları edəcəm ki, mən daha da populyar... Nə var planımızda? Əlbəttə, planımda odur ki, yəni nə qədər canımda can var. Yəni o mən də musiqilərlə yaşayıram, elə nə oldu, nədən də oldu. İdmanın bir növüdür də o da. Elədir. O hər oxuyanda, yəni mən genişləndirəcəm. Yaxşı musiqilərim də var, yaxşı məsələn qardaşlar var indi. Onlarla da ünsiyyətim var. Gələn həftə gələcəm. Bir 3 mahnılar yazdıracaqsınız. Mahnı yazdırım. Qoyum YouTube'da da geçsin də də. Hə, YouTube'a. Bir disk halında sonra klip çəkdirməyə belə fikriniz var? Disk halında çıxardasınız. Hə, olar da. O bir dənə sonra klip. Hə, götürmüşəm özüm üçün. Aha, artıq sintezator ifadəsi. Hə, var, hə, lezzetli qardaşım birdir. Onunla gedəcəm məsələn elə bir ot qoydu orada çıxaldı belə, yəni klip də yığacaqsınız. Klip də yığacaq. Yeni yetmə vaxtım o, indi ağlım üstündə olsaydı, güləşdən geçsəm deyə bəsim eləyir. Güləşdə öz sözümü demişəm. Musiqidir, musiqi də deyirəm. Deyəcəm də inşallah. Əlbəttə, əgər yeri dönüş olsaydı, indi bəlkə də mən yazırları Azərbaycan xalq artısı. Deyirəm, yox, mən Azərbaycan xalq artısı deyirəm. Ancaq özümə qiymət verməyə bacaran adam. Mən Əlbaranlıq xalq artısı. Şirvan xalq artısı. Şirvanın, hə. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz, gəldiniz Bakıya, əziyyət çəkdiniz. İndi qayıdacaqsınız Şirvana. Bəli. Əsas fəaliyyət oradadır, amma artıq belə deyək də Bakı ilə də artıq işbirliyiniz başlayır da sizin. Bəli, inşallah. Musiqiçilər dəvət edirlər, səs yazma studiyaları dəvət edirlər. İndi təkliflər də gələr dəyərləndirərsiniz, kimlərsə duet ifa eləyərsiniz. İndi orada da siz məşhursunuz da, indi hər insanla da artıq ifa eləməyəcəksiniz hər halda, seçimlər edəcək. Razı olsun, çox sağ olun, məmnuniyyətlə inşallah. Başlayacağım, indən belə yaxşı olar inşallah, elə başlayacağım. İnşallah. Biz neçə vaxtdır bayaqdan çəkiliş edirik. Xanım sizin yoldaşınızdır, gözləyir. Ne bileyim, gördüğü, görün bakın. Odur. Ha, o yoldaşım değil, hey, burada bacımdır. Vallahi çölde bacımdır. Aha. Dostsunuz. Yani çölde bacım, sen evde yoldaşım ben de. Salam aleyküm. Salam aleyküm. Neçə ildə ailəlisiniz? 86'dan bura, demək 14 oradan 20-40 ildir. 40 ildir. İndi bu Zakir kişinin bu məşhurluğu sizdə qısqanclıq yaratmır. Bu TikTok açır bu yaşda. 100%'ni bax xanımlar da yazır. Yox. Oxuyur evdə, sizin üçün mahnı oxuyur. Oxuyursunuz mahnı? Yox, oxumuram. Bax. Vallahi. Xanım üçün xüsusi mahnı. Hansı mahnı? Hansı ürək istəyir o deyirəm hansı. Özü də görsən, özünün göyərsin dadı oxuyur özü də. Bir dənə mahnı ifa eləyin də. Xanımın ən sevdiyi mahnı hansıdır? Nə, hansı? Gözləyir də bizi. Bayaqdan çəkiliş eləyirik. Xanım da dayanıb gözləyir bizi. Yaxşı, nətərdir? Dərdə gəlmə, dərdimi aldın qələmə, qırdı ümidlərimi həyat, məqsədi yıxmaqdır demə, mən qəribim, mən qəribim, mən qəribim, ay mən qəribim. Canım bu dünyadan bezər, fələkdə bir yandan üzər, bir qıza vermişdim ürək, ağlıma gəlməzdi üzər, mən qəribim, mən qəribim. Mən qəribim, ay mən qəribim. Qəribi, 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 mən qəribim, mən qəribim.
mən qəribi, ay mən qəribi. Bu klipdə gərək onda Əminə xanımı çəkəsiz daha. Mütləq, əlbəttə. Əminə xanım. Hə, ki, axırda dudağıma götürür, hə, mənim.